Bizim bayrağımız bizim gurur mənbəlidir. Bizim bayrağımız bizim canımızdır, bizim ürəyimizdir. Dövlət bayrağı meydanından start götürən velo yürüşdə Gənclər və İdman naziri Fərid Qayıbov da öz velosipedi ilə iştirak edib. 300-dən artıq peşəkar və həvəskar velosipedçi, o cümlədən para velosipedçilər dənizkənarı bulvar ərazisindəki velosiped yolları ilə Zəfər parkına doğru hərəkət ediblər. Kreset Mall'un yaxınlığından Zəfər parkına dək iştirakçıları Azərbaycan bayraqlarını daşıyan motosikletçilər müşayiət edib. Finişə çatan velo yürüyüş iştirakçılarına xatirə medalları təqdim olunub. Daha sonra Zəfər Parkı abidəsinin önünə gül dəstələri qoyulub və 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi ehtiramla yad edilib. Mətbuat nümayəndələrinin suallarını cavablandıran Azərbaycan Velosiped İdman Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbarov bildirib ki, velo yürüyüşün keçirilməsində əsas məqsəd dövlət bayrağı gününün ictimai əhəmiyyətini vurğulamaq, gənclərimizdə şanlı zəfər bayrağımıza hörmət və ehtiram hisslərini aşılamaq, elitar idman növü hesab olunan velosiped idmanına yeniyetmə və gəncləri daha çox cəlb etmək, eləcə də ölkə ərazisində salınan velosiped yollarından istifadəni təşviq etməkdən ibarətdir. Velo yürüyüş Zəfər tağı qarşısında vətənpərvərlik ruhunda yazılmış musiqi nömrələri və yallı rəqsi ilə yekunlaşıb. Bugün bizdə bayraq günüdür. Bu münasibətlə biz velo yürüyüş elədik, bayraq meydanından Zəfər tağına kimi və bunu biz şəhidlərimizə, eləcə də qazilərimizə həsr edirik. Çünki vətən uğrunda ölən varsa, torpaq uğrunda ölən varsa vətəndir. Bu kütləvi və dövlət tədbirlərində mən özüm hamısında iştirak edirəm, bir neçə idman növü üzrə. Bizim deməli qarşıda 42 kilometr qaçışımız da var. Eləcə də biz hər il Xankəndiyə doğru ultramarafon edirik və bununla bağlı məşqlər də edirik. Bütün hamını idmana dəvət edirik. Sağlam bədəndə sağlam ruh olar. Bizə qoşulun və eləcə də mənim universitet səhifələrinə, eləcə də klubumuzun səhifələrinə yaza bilərsiniz. Hamını idmana dəvət edib, xalqımızı bir daha təbrik edirik. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı. Mən Azərbaycan Sport Akademiyadan qatılıram, yəni Azərbaycan İdman Akademiyasından və bura qatıldığım üçün özümü çox şanslı hiss edirəm. Həqiqətən İdman Akademiyasında oxuduğum üçün özümü çox şanslı hiss edirəm. Yəni yaxşı ki mən Azərbaycan İdman Akademiyasının tələbəsiyəm. Yaxşı ki mən bu vətənin, millətin vətəndaşıyam, bir fərdiyəm. Yəni həqiqətən də Azərbaycanlı olduğum üçün özümdən qürur duyuram. Yaxşı ki, belə bir vətəndə mən yaşayıram. Bu cür yerişlərin keçirilməsi nə önəm kəsb eləyir sizin üçün? Gənclər üçün nə qədər yaxşıdır yəni? Gənclər üçün məncə belə yəni önəmlidir ki, gənclər əlbəttə ki, irəli gedir, özündə bir gümrahlıq hiss eləyir, daha sonra sağlamlıq da idman hər cəhətdən. Həm də ki, bizim fəxrimizdir, qürurumuzdur gənclər. Onlar əlbəttə ki, nə qədər çox iştirak eləsələr, bizim üçün o qədər qiymətlidir. Bizim adımız o qədər yüksəklərə, zirvələrə çıxır əlbəttə ki. Çox maraqlı, çox sevincli, çox yaxşı qruplar, məkanı, çox maraqlı oldu. Çox qəşəng idi. İkinci dəfə ki, qatılıram yarışa. Çox qəşəng yürüyüşdür. Çox maraqlı oldu, həqiqətən. Çox əyləndik, çox əyləncəli idi. Yarışı təşkil edənlərə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Bu yarışda iştirak etdiyimə görə çox sevincliyəm, həddən artıq. Hamının 8 noyabrı da, 9 noyabrını da təbrik edirəm. Yəni çox sevincliyəm. Çox gözəl bir tədbirdir. Biz bu tədbirə artıq, mən artıq deyərdim, bir neçə ildirsə qatılıram. Hətta ilk bayraq meydanının tikilişindən sonra ilk tədbirlərindən bu yana imkan olduqca qatılıram. Çox gözəl tədbirdir. Həm də bu il Zəfər günümüzün 5 illiyidir. Bununla bağlı da dünənki tədbirdə də olmuşam. Çox gözəl hisslərdir. Hamını təbrik edirəm. Həm Zəfər günü münasibəti ilə, həm də bayraq günü münasibəti ilə. Velo yürüyüşdə iştirak elədik. Çox şən keçdi tədbirimiz və demək istəyirəm ki, bayraq bizim millətin ətrafında toplandığı bir rəmzdir. Və biz nə qədər ki varıq, bayrağın ətrafında olacağıq
dövlətçiliyimizin, prezidentimizin ətrafında olacağıq. Bu yürüyüş için federasiya doğrudan çok teşekkürümüzü bildiririk. Biz Toba Bike olarak bugün yürüyüşe katıldık. Doğrudan çok güzel bir tedbiriydi. Hem bu güzel bayramda biz de öz zafer velosipetimizle katıldık. Çok güzeldi. Federasiyaya teşekkür edirik. Bu elə bir milli ruhdur ki, doğrudan da insan fəxr edir. Həm Azərbaycanımızın belə gözəl tədbirləri görəndə insan doğrudan da fəxr edir ki, arkada da Ulu Öndərimizin fəxr etdiyimiz Azərbaycanlıyam sözünü eşidirik. Biz Toba Bike olarak bugün katıldıq. Mən Həsən Seyfullayev, Toba Bike'ın marketing rəhbəriyəm. Bizim komandamız doğrudan çok böyükdür. Biz bugün 21 nəfər katıldık. İnşallah bir sonraki tədbirlərdə daha çok olacaq yəni. Başta Fərid müəllim olmaqla, Səhər xanım olmaqla bütün təşkilatçılara təşəkkür edirəm. Çox sağ olun. Bir daha gözəl hisslər idi. İnşallah ki, gələn il Qarabağda bu yürüyüşlər təşkil olunar və iştirak edərik. Çox gözəl gündə mən çox fərəhlənirəm bu gündür. Bu gün həqiqətən də çox gözəl gündür. Azərbaycanımızın əlbəttə ki, müstəqilliyimizin ən gözəl gününü qeyd edirik. Neçə gündür 8 noyabr günündə qeyd etdik. Neçə gündür fərəh hissi ilə yaşayıram. Həqiqətən də. Bu tədbiri isə əvvəldən axıra qədər müşahidə etdim və mən çox qürur hissi ilə, hətta o qədər mənə möhtəşəm görükdü və gözəl gənclərimizin belə işlərdə iştirakları, onların vətənə sevgini hiss elətdirir adama. Əlbəttə ki, belə tədbirlər nə qədər çox ola, o gələcək nəslimizi belə günlərdə, belə gözəl onları sahib, onlara imkan verilir ki, beləncə tədbirlərdə iştirak edir, onlar özləri də fərəhlənirlər öz işlərinə görə. Və belə hisslər isə insanı vətənpərvərliyə doğru gətirib çıxardır. Və onlara vətəni sevdirir belə işlər. Nə gözəl, möhtəşəm bir iş idi. Mən çox qürurlandım, hətta doluqsadım da, özümü saxlaya bilmədim. Gözümdən yaş da gəldi. Var olsun dövlətimiz, var olsun bu dövləti bu cür gözəl idarə edənimiz. Allah kömək olsun bütün yolda onlara və bizim gözəl xalqımıza.